Falçı dedi ki, qızım bu yaşa qədər gəlib çatmağına, ərə getməməyinə səbəb oldu ki, ona çox güclü əməl olunub. Əməlim var. Düz deyir ana. Mənim elə yollarımı bağlayan o əməldir da. Bu deyir bayram günü qoğal dişləyib balıncının altına qoysan, ərə getdiyin oğlan yuxuna at belində gəlir. Az neçə gündə elə qoğal dişləyib balıncımın altına qoyuram. Bir sürü at gəldi, amma bizədən oğlan gəlmədi. O deyir qonşunun qızları. O günləri çıxmışıq qulaq falına. Deyir yaz, indi bu saat qulaq pusatıq qapını. Nə ad eşitsək, evlənəcəyimiz oğlanın adıdır. Doğrudan? Kimin adını eşitdin? Elə bir ad eşitdi. Sən kimin adını eşitdin? Ancaq söyüş. Ana falçı nə dedi? Dedi, ürəyim patlayır. Demirsən axı, de. Bilmirəm axı nətər deyim. Falçı edə bir cür deyil. Elə bil ki qızım, elə bil ki hər falçı bir üsulla baxır da. İndi hərənin bir yolu var. Bu da doğğa ilə baxır. Doğğa ilə? Elə bil doğanı qoyur qabağa, buluyursan. Bu da əlində kasa ilə dayanır, noxud atır. Noxud qutaranda deyir, stop. Neçə dairə bulanmısansa o yaşda da ərə gedirsən demək ki. Məndə neçə dəfə buladın ana? Sən də buladım, bulamağına bala. Elə bil mən buladım.